Salam, hər vaxtınız xeyir olsun. 7 dekabr Dahi Akademiyada keçirilən blok sınaq imtahanının 10-cu sinif 4-cü blok üzrə kimya suallarının izahına başlayaq. Birinci sualdan başlayırıq. Deyir, hansı maddə allotropik şəkil dəyişmələr əmələ gətirmir? Bilirik ki, 5 elementimiz allotropik şəkil dəyişmə əmələ gətirir. Karbon, kükürt, oksigen, silisium və fosfor. Bu 5 elementdən başqa digər elementlərin heç biri əmələ gətirmir. A variantında karbon yazılıb. Bunun yazdığımız 5 elementin içərisində var. Deməli, əmələ gətirir. Oksigen var, kükürt var, fosfor var, azot isə yoxdur. Deməli, doğru cavab Y variantı. İkinci suala baxaq. Deyir, hansı ifadə doğru deyil? Yod və silisium qeyri-metallardır. Bəli, yod şəklində yazılır. Demişdik ki, tək hərflilərin hamısı qeyri-metaldır. Silisium 2 hərflidir. 2 hərflilərdən istisnalarımızdan biri də silisium idi ki, qeyri-metal idi. Xlor, brom bir də. Yerdə qalan bütün 2 hərflilərimiz metal idi. Deməli, A variantı doğrudur. B-də yazılıb çəkic və gümüş üzük cisimlərdir. Bəli, çəkic də cisimdir. Üzük də cisimdir. Hər ikisi maddədən yaranan cisimlərdə əşyalardır. Doğrudur. C-də yazılıb qrafit və su saf maddələrdir. Bəli, qrafitin də yazılış formulu var, suyun da kimyəvi yazılış formulu var. Eyni zamanda qrafit də sadəcə bir maddədən ibarətdir karbondan, su da sadəcə H2O-dan ibarətdir. Tək maddədən ibarətdir, deməli safdır. D variantı. Ərimə və donma temperaturu maddənin kimyəvi xassələridir. Biz isə demişdik ki, temperatur məsələləri fiziki xassənin içərisində yer alırdı. Ona görə doğru deyil. Cavabımız D variantı oldu. Y variantı dəmir və xrom metallardır. Bəli, dəmir F yazılır. 2 hərfli metaldır. Xromda C və R yazılır. Demişdik ki, 2 hərflilərdən sadəcə silisium, xlor, bir də brom qeyri-metaldır. Yerdə qalanlar metaldır. Y variantı da doğruymuş. Cavabımız D bəndi oldu. Üçüncü suala nəzər yetirək. Atomun planetar modelinə əsasən onun dövrü sistemdə mövqeyini müəyyən edin. Yəni dövrünü və qrupunu. Baxırıq, görürük atomumuzun ətrafında elektronlar yerləşib. Sayırıq, görürük ki, 6 elektron var. Və yükü olmadığı üçün elementimizin deməli elektronu neçədirsə, protonu da odur. X yazırıq və sıra nömrəsi 6. İndi bunu paylayırıq, yəni elektron formulunu yazırıq. 1s2, 2s2, 2p2. Sonuncu dövrümüzü dairəyə alırıq. Və buna əsasən qrupunu dövrünü müəyyən edirik. Demişdik ki, orbitalın qarşısında yerləşən bu rəqəm, yəni S və P-nin qarşısındakı rəqəm dövrü göstərir. Deməli, elementimiz ikinci dövr elementidir. S və P-nin üzərində yerləşən elektronların cəmi isə bizə qrupu verir. Toplayanda da eləyir 4. Deməli, 4-cü qrupuymuş. Əsas və əlavə olduğunu müəyyən etmək üçün isə yenə də sonuna baxırdıq. Əgər D orbitalını görmürüksə, deməli elementimiz əsas yarım qrup elementidir. İkinci dövr, 4-cü qrup, əsas yarım qrup. Doğru cavab Y variantı. Dördüncü suala baxaq. Adi şəraitdə molekul kristal qəfəsi əmələ gətirir. Hansı maddəmiz? Bilirik ki, molekul kristal qəfəsini qeyri-metallarımız əmələ gətirirdi. Yəni, kovalent rabitəli birləşməmiz əmələ gətirirdi. Və baxırıq ki, variantlarımızın hamısında elə qeyri-metallar yerləşib. Doğrudur. Amma bizə burada adi şəraitdə molekul kristal qəfəsi əmələ gətirsin deyir. Adi şərait öz aqreqat halı deməkdir. Məsələn, A variantına baxaq. Hidrogen yazılıb. Hidrogen bilirik ki, adi şəraitdə qaz halında olan bir maddədir və qazlar molekul kristal qəfəsi əmələ gətirmir. Kristal qəfəsimiz mütləq bərk olmalı idi, vurğulamışdıq çünki. B variantında xlor da eyni şəkildə qazdır, deməli əmələ gətirməyəcək. D bəndində oksigen qazdır, əmələ gətirməyəcək. Y variantında azot qazdır, əmələ gətirməyəcək. C variantında olan fosfor elementi isə özü elə adi şəraitdə bərk haldadır və bərk halda olduğu üçün də eyni zamanda qeyri-metal olduğu üçün və tək olmadığı üçün molekul kristal qəfəsi əmələ gətirir. Doğru cavab C variantı.
5-ci suala baxaq. Bizə bir reaksiya verib. Gördüyümüz kimi yanma reaksiyasıdır və kənarında müsbət Q kilojoule, yəni istilik effektimizi də verir. Deyir, bu reaksiyaya əsasən hansı halda eyni miqdarda istilik ayrılar? Ayrılan istiliyi bizim müəyyən etməyimizi istəyir. Bunun üçün də aşağıdakı şərtlərdən istifadə edəcəyik. Birinci şərtdən başlayaq. Deyir ki, 11,2 litr C2H4 yandırıldıqda. Məsələdə verilən litri demişdik ki, reaksiyamızda maddənin üzərində yazırıq. Öz litrimizi, öz qramımızı isə altında yazırıq. Deməli, 11,2 litr C2H4-ün üzərində yazacağım. Altında öz litrini yazacağım. C2H4 qaz olduğu üçün 1 molu 22,4 litrdir. Məndən istiliyi istəyir. İstilik Q tərəfdədir. Və bilmirəm, ona görə Q-nun üzərində. Bilmədiyim üçün X yazacağım. Altında ilə Q yazıram. Və məndən nə qədər istiliyi ayrılır? Yəni X istəyir. Bunların arasında tənasüb quraq. X bərabərdir 11,2 vurulsun Q bölünsün 22,4. 22,4-dən 11,2-ni ixtisara aparsaq, hər ikisini 11,2-yə bölsə, yuxarıda 1 qalar, aşağıda 2. O da bərabərdir Q bölü 2, yəni 0,5 Q aldıq. Bu birinci şərtimiz. İkinci şərtimizə keçək. 11,2 litr karbon qazı CO2 alındıqda deyir, nə qədər istiliyi ayrılar. İndi artıq karbon qazının üzərində yazacağıq. 11,2 litr karbon qazının üzərində yazıram. Yenə altında öz litrimi yazıram. Qaz olduğu üçün 1 molu 22,4-dür. Amma mənim karbon qazımın əmsalı 2-dir. 22,4-ü 2-yə vuracağım. Eləyəcək 44,8 litr. Yenə Q-nun üzərində X qoyacağım. Altında Q. Bunların arasında tənasüb quraq. X-ımız bərabərdir 11,2 vurulsun Q bölünsün 44,8. 11,2-nin 44,8 hər birini 11,2-yə bölsə, yuxarıda 1, aşağıda 4 qalır. Q bölü 4 də bizə verir 0,25 Q. Bərabər olmadılar. Bizə eyni miqdarda istilik ayrılar soruşur. Yəni bərabər olmaqlarını istəyir. Davam eləyək. Üçüncü şərtimizə baxaq. 1 mol su alındıqda deyir. Bizə verilən reaksiyanı bir daha burada qeyd eləyək. Rahat işləyə bilməyimiz üçün. C2H4 üstəyə gəl O2 alınır CO2 üstəyə gəl HQ. CO2-yə 2 atmışdı. Suya 2 atmışdı. Oksigenə 3. Kənarında əlbəttə ki istilik effekti plus Q kilojoule. 1 mol su alındıqda deyir 3-cü şərtdə. Deməli, suyun üzərində. Yenə də məsələdə verilən mol olduğu üçün suyun üzərində yazıram 1 mol. Altında öz əmsalını, öz molunu yazıram. Gördüyümüz kimi 2-dir. 2 mol. Q-nun üzərində X yazıram. Altında isə Q. Bunların arasında tənasüb quraq. Yenə də X bərabərdir 1 vurulsun Q bölünsün 2. Q bölü 2, yəni 0,5 Q tapdıq. Dördüncü şərtimizi işləyək. Reaksiyanı yenə sildim, şaşıb. Əmsallarımızı yazdıq. İndi bizə deyir ki, 67,2 litr oksigen qazı reaksiyaya girdikdə. Deməli, bu dəfə oksigenin üzərində yazırıq 67,2 litr. Altından yenə öz litrini yazırıq. Qaz olduğu üçün 1 molu 22,4-dür. Amma əmsalı 3 olduğu üçün 22,4-ü 3-ə vuranda yenə də eləyir 67,2 litr. Q-nun üzərinə X qoyuruq istiliyi tapmaq üçün. Altına da yenə Q yazırıq və bunların arasında tənasüb qurduqda. Yenə də X-imiz bərabərdir 67,2 vurulsun Q bölünsün 67,2. 67,2-ləri hər ikisini bir-birinə böldükdə elə qalır Q. Bütün istiliklərimizi müəyyən etdik. İndi isə baxaq bizə verilənə. Deyirdi, eyni miqdarda istilik ayrılsın. Biz 1-də 0,5 Q tapdıq. Bir də 3-də 0,5 Q tapdıq. Deməli, doğru cavab 1, 3. A variantı.
6-cı suala baxaq. Fiziki hadisəni müəyyən edin, göstərin deyir bizə. Bilirik ki, fiziki hadisələr baş verərkən maddənin tərkibi dəyişmir, sadəcə aqreqat halı dəyişə bilər. Reaksiya baş vermir, maddə bizim üçün yararsız olmur. A variantında yazıb suyun buxarlanması. Bəli, buxarlama baş verərkən sadəcə maddənin aqreqat halı mayedən qaza keçir. Su girir, su da alınır. Maddəyə heç bir şey olmur, bizim üçün yararlıdır. Deməli, doğru cavab A variantıdır. B-də yazıb dəmirin paslanması. Dəmir paslandıqda səthinin rəngi dəyişir, reaksiya baş verir. Reaksiyanın baş verməsinin əlamətlərindən biri də elə rənginin dəyişməsidir. Artıq bizim üçün yararsız olur, deməli kimyəvi hadisədir. C-də yazıb hidrogendən suyun alınması. Hidrogendən suyu almaq üçün üzərinə oksigen qazı gəlmək lazımdır ki, reaksiya getsin. Reaksiyası deməli kimyəvi hadisədir. D-də yazıb südün turşuması. Bəli, süd turşuyarkən yenə də kimyəvi tərkibi dəyişir, reaksiya baş verir. Ona görə də bizim üçün yararsız olur, kimyəvi hadisədir. Y-də yazıb oksigendən suyun alınması. Oksigendən suyu almaq üçün üzərinə hidrogen qazı gəlmək lazımdır ki, reaksiya baş versin. Reaksiya baş verirsə, deməli, Y-də kimyəvi hadisədir. Yeddinci suala baxaq. Bizə reaksiya verib gördüyümüz kimi bu reaksiyanı bir daha yazaq. 2x üstəyə gəl, y2 alınır, 2x, y. Reaksiya girən maddələrin kütlələrini bizə verib. Hər ikisi bərabər kütlədəymiş. 80 qram, 80 qram. Üzərində yazaq. 80 qram, 80 qram. Bizə deyir ki, bərabər kütlədə götürülmüş bu maddələrdən biri tam sərf olunana qədər reaksiya gedir. Proses üçün hansı ifadələr doğru verilmişdir? Bizdən doğrunu istəyir. Hər bir elementin ayırını, yəni öz kütləsində aşağısında məsələnin verib bizə. Doğru cavabları tapaq. Birinci şərtdə yazıb ki, x tam sərf olunur. Kimin tam sərf olunduğunu, kimin artıq qaldığını müəyyən etməyimiz üçün bizim mütləq kütlələri nəzərə yetirməyimiz lazımdır. Görürük ki, x ilə y-in məsələdəki kütləsini hər ikisini 81 və üzərində yazıb. Deməli, aşağısında da öz kütlələrini yazmalıyıq. 40-ın ayrı, yəni öz kütləsi 40-dır, amma əmsalı 2 olduğu üçün 40-ı 2-yə vururuq. Eləyir bizim kütləmiz 80 qram. Y-in ayrı 16-dır və gördüyümüz kimi sadəcə əmsalı yoxdur, indeksi var. 16-nı da 2-yə vururuq, eləyir 32 qram. Və bilirik ki, bu maddələrdən hansının tam sərf olunduğunu, hansının isə artıq qaldığını müəyyən etməyimiz üçün mütləq məsələdə verilən kütləni öz kütləsinə, yəni yuxarını aşağıya bölməyimiz lazımdır. Əvvəlcə gəlin x üçün hesablayaq. X bərabərdir 80 bölünsün 80. Bu da eləyir 1. İndi isə y-i müəyyən edək. Y bərabərdir 80 bölünsün 32. Bunların da hər ikisini 16-ya bölsək əgər 5 bölü 2, o da 2,5-i verər bizə. 2,5. Deməli, x üçün aldıq 1, y üçün aldıq 2,5. Bölüb aldığımız rəqəmləri müqayisə edirik. Görürük ki, 2,5 1-dən böyükdür. Yəni, y-in kütləsi x-dən böyükdür. Deməli, böyükdürsə əgər, onda y-in üzərində verilən 80 qram artıq verilibmiş. Yəni, bizə lazım olan 80 qram deyilmiş. Çox verib bizə. Yəni, y tam sərf olunmayıb. Ondan artıq qalıb. Amma x az olduğu üçün deməli ki, 80 qramın hamısı bitib. Qabda heç bir şey qalmayıb. Ona görə tam sərf olunan maddəmiz oldu x, tam bitən maddəmiz. Qabda qalan maddəmiz, artıq qalan maddəmiz isə oldu y. Yazırıq artıq. Artıq qalan maddəmizi müəyyən etdik. Deməli, şərtdə bizə deyirdi ki, x tam sərf olunur. Baxdıq, gördük ki, bəli, x doğrudan da tam sərf olunur. Deməli, birinci şərtimiz doğrudur. İkinci şərtdə deyir ki, y-dən artıq qalıb. Doğru deyir, y-dən artıq qaldı və deyir 32 qram artıq qalır. Y-in artıq qaldığını müəyyən etmişik. Amma nə qədər artıq qaldığını hələ tapmamışıq. Bir maddənin nə qədər artıq qaldığını tapmaq istəyiriksə, bu zaman ona verilən 80 qramın səhv olduğunu bilirik. Yəni, artıq olduğunu bilirik. Deməli, üzərindəki 80 qramı silməliyik. Çünki artıqdır. Və bilmədiyimiz üçün nə qədər olduğunu üzərində ilə y yazaq. Və yanındakı elementlə, yəni x ilə y arasında tənasüb quraraq müəyyən edə bilərik ki, y əslində 80 deyil, neçə imiş, nə qədər sərf olunub, nə qədər giribmiş. Tənasübümüzü quraq, çarpaz bir-birinə vuraq x ilə y. Y bərabərdir 80 vurulsun 32 bölünsün 80. 80 ilə 80 ixtisar aparsaq, qalar 1-in 1-ə, biri də 32 vuranda eləyər 32.
Deməli, Y-imiz əslində 32 qram imiş. Yəni 32 qramın hamısı sərf olunub, 32 qram girib. Amma o bizə, yəni məsələ bizə Y-i 80 qram vermişdi. Biz isə müəyyən etdik, 32-si girib, hamısı girməyib. O zaman 80-dən 32-ni, yəni girəni çıxsaq nə qədər qalar? 48 qram. Deməli, 32 deyil, 48 qram Y artıq qalıbmış. 2 yanlışdır. Üçüncü şərtə keçirik. Deyir ki, x-in 40% artıq qalır. Axı biz dedik ki, x-imiz tam sərf olunub, y-dən artıq qalıb. O zaman necə x artıq qalar? Deməli, üçüncü fikir yanlışdır. 4. Deyir, 112 qram x-y əmələ gəlib. Bu dəfə tənasübümüzü x-y üzərində qurmalıyıq. O zaman quraq, bu hesablamalarımızı silək. Reaksiyamızı təzədən yazaq, səliqəli bir şəkildə. 2x üstəgəl y2 alınmışdı. 2xy. X-in üzərində 80 qram yazmışdıq, altında da 80 qram yazmışdıq. İndi bizdən xy istəyir. Xy bilmədiyimiz üçün əlbəttə ki, üzərinə x qoyaq. Altında isə öz ayrılarını toplayaq. X-imiz 40 idi, y-imiz 16. Toplayanda eləyir 56. Əmsalında 2 olduğu üçün 56-nı da 2-yə vuranda eləyir 112. Bunların arasında tənasüb quraraq tapaq. 80 vurulsun 112 bərabərdir. Yenə 80 vurulsun x. Buradan da x-imizi tapaq. 80 ilə 80-i ixtisar aparsaq, bir-birinə bölsək qalar 1. X-imiz də ilə bərabər olar 112 qrama. Deməli, doğrudur. 112 qram xy əmələ gəlib. Doğru cavablarımız oldu 1, 4. Yəni A variantı. Səkkizinci suala baxaq. Bizə bir reaksiya verib və bu reaksiyanı əmsallaşdırıb suyun əmsalını müəyyən etməyimizi istəyir. Bu cür uzun tipli reaksiyalara əmsallaşdırmaq üçün biz oksidləşmə dərəcəsindən, yəni oksidləşmə reduksiya reaksiyasından istifadə edirdik. Və oksidləşmə reduksiya reaksiyalarını necə əmsallaşdıra bilərik? Yazaq əvvəlcə reaksiyamızı. Əvvəlcə reaksiyamızı yazırıq. Daha sonra hər bir elementin üzərində oksidləşmə dərəcəsini tapıb yazırıq. Kalium birinci qrup olduğu üçün kaliumun oksidləşmə dərəcəsi müsbət 1-dir. Oksigen mənfi 2-dir. Xloru da kalium xloroidindəki elementlər toplayıb 0-a bərabər eləyəndə olur müsbət 5. Oksidləşmə dərəcəsini necə tapdığımızı oksidləşmə dərəcəsində öyrənmişdik. Kaliumun üzəri müsbət 1-dir. Üstəgəl xlora x vermişdik. Üstəgəl oksigenin dərəcəsi mənfi 2-dir. İndeksindəki 3-ə vuranda da eləyir mənfi 6. Bərabər eləyirdik 0-a və bu tənlikdən x-i tapanda eləyir müsbət 5. Bu şəkildə xlorun üzərində dərəcəsini qoyurduq. Bilməyənlər üçün bir daha yada saldıq. Keçək digər elementimizə. H xlor. Hidrogen yenə də müsbət 1-dir. Avtomatik xlora düşür mənfi 1. Kalium xlora gəldik. Sağ tərəfdə artıq. Kalium birinci qrup olduğu üçün müsbət 1-dir. Xlora mənfi 1 düşür. Xlor 2-yə gəldik. Xlor 2 tək olduğu üçün, yanında başqa bir element olmadığı üçün, bəsit olduğu üçün oksidləşmə dərəcəsi 0-dır. Suya gəldik. Hidrogen yenə də müsbət 1, oksigen mənfi 2-dir. Bunu yazandan sonra artıq hansı elementlərimizin oksidləşmə dərəcəsi soldan sağa keçərkən dəyişibsə, onları yazırıq. Onların sxemlərini yazmalıyıq. Baxaq görək hansı elementlərimiz dəyişib. Xlor müsbət 5-dən mənfi 1-ə, mənfi 1-dən 0-a gedib. Burada xlor sol tərəfdə də 2 yerdədir, sağ tərəfdə də 2 yerdədir. Yəni xlorun sayı çoxdur. Ona görə bu hissədə qarışdırmamaq üçün hansı xlordan hansı xlora keçək? Bilək ki, duz duza çevrilir. Yəni kalium xloroid kalium xlora keçir. H xlor da parçalanır əlbəttə ki xlora. Ona görə kalium xloroiddəki xlordan kalium xlordakı xlora keçəcəyik. Kalium xloroiddən başlayaq. Xlorumuz müsbət 5-dir. Sağ tərəfdə baxırıq kalium xlorda xlorumuz mənfi 1-dir. Görək neçə elektron keçib. Birinci gördüyümüz rəqəmdən, yəni müsbət 5-dən sağdakını mənfi 1 çıxırıq. 5-dən də mənfi 1 çıxanda eləyir müsbət 6 elektron. Gördüyümüz kimi müsbətdir. Yəni elektron almışıq. Deməli, oldu oksidləşdirici. Digər xlorumuzu yazaq. H xlordakı xlora baxırıq. Sol tərəfdə. Xlor mənfi 1-dən gedib sağdakı xlor 2-yə baxırıq. Xlor 0-a. Mənfi 1-dən də 0 çıxanda eləyir mənfi 1 elektron. Mənfidir, yəni elektron gedib, elektron verilib. Reduksiya edəcəymiş. Daha sonra oxun üzərində tapdığımız rəqəmlər bizim əmsallarımızdır. Və demişdik ki, əmsalları biz reaksiyamızın sağ tərəfində yazacağıq.
oxdan sağda. Sağda yazanda da hansı elementin indeksində rəqəm görürüksə, bu tapdığımız əmsalları həmin rəqəmə vurub yazmalıyıq. Əvvəlcə kalium xlordakı xlor -1-ə baxaq. Görürük ki, xlor -1-in indeksi yoxdur bu hissədə. Deməli, xlor üçün tapdığımız müsbət 6-nı olduğu kimi yanında yazırıq 6. Rəngini dəyişim. 6. Yazdıq. İndi isə xlor 0-a baxırıq. Görürük ki, xlor 0-ın indeksində 2 var. Deməli, xlor 0 üçün tapdığımız -1-i indeksindəki 2-yə vuranda eləyəcək 2. 6 ilə 2-ni ixtisar getdiyi üçün hər ikisini 2-yə bölürük. Qalır 3, 1. Daha sonra isə bu tapdığımız rəqəmlərin yerini dəyişirik. 3 gəlir xlor 0-ın qarşısına, 1 də gedir xlor -1-in qarşısına. Deməli, tapdığımız əmsallar oldu 1, 3. İndi artıq sağ tərəfdə tapdığımız əmsalları yaza bilərik. Bunun üçün əvvəlcə üzərindəki oksidaşma dərəcələrini silək, bizə mane olmasın. Bu hissədə də. İndi əmsallaşdıra bilərik. Deməli, xlor -1 üçün 1 tapdıq. Deməli, kalium xlorun qarşısında 1 yazırıq. Xlor 0 üçün, yəni xlor 2 üçün 3 tapdıq. Xlor 2-nin qarşısında 3 yazırıq. Gedirik sol tərəfin əmsallaşdırmağa. Yenə başlayaq metalımızdan. Kalium sağda oldu 1, deməli solda da qarşısına 1 atırıq. 1 olmalıdır. Artıq xlorlarımızı toplaya bilərik. Sağ tərəfə baxırıq. Həmişə tamamladığımız tərəfə baxırıq. Rəqəmləri tam olan tərəfə baxırıq ki, az olanı ona uyğun bərabərləşdirə bilək. Baxırıq, görürük ki, kalium xlorda 1 dənə xlorumuz var. Xlor 2-də isə əmsalı 3-dür, indeksi 2 vurulur bir-birinə. Eləyir 6. 6 o da 1, 7 dənə xlor. Sağda oldu 7 xlor, solda da 7 xlor olmalıdır. Biri kalium xlor O3-dədir. Tam 7 olması üçün H xloru 6 atmalıyam ki, toplayanda eləsin 7 xlor. İndi nəhayət hidrogen və oksigenə baxa bilərik. Hidrogenimiz H xlorun qarşısına 6 yazdığımız üçün oldu 6. Deməli, sağ tərəfdə də suyun qarşısına 3 yazsam olacaq 6. Oksigenimiz sağda oldu 3, solda da oldu 3. Deməli, əmsallaşdırmış olduq. İndi isə bizə deyir ki, bu tənlikdə suyun əmsalını müəyyən edin. H2O-nun qarşısına 3 yazmışıqsa, deməli, suyumuzun əmsalı 3-dür. Ona görə doğru cavab B variantıdır. Doqquzuncu suala baxaq. Dövrü sistem cədvəlindən bir hissə verilib bizə gördüyümüz kimi. Qruplarını elementlərimizin görə bilmirik, qeyd etməyib üzərində. Amma sol tərəfdə diqqət eləsək, dövrlərini verib. İkinci və üçüncü dövr olaraq. Dövrlərini bilirik, qruplarını isə bilmirik. Deyir, dövrü cədvəldə verilən bu əsas yarım qrup elementlərinin proton sayları 32 olarsa, hamısının protonlarının ümumi sayı 32 olarsa, X-in sıra nömrəsini müəyyən edin. Burada biz sadəcə elementin dövrünü bilirik, yəni 2 yaza bilərik. Məsələn, ikinci dövr olduğu üçün 2S, 2P. Amma bilmirik elementimiz S-lə mi bitir, P-lə mi bitir, neçinci qrupdur? Qrupu bilmədiyimiz üçün tapmaqda çətinlik çəkə bilərik. Ona görə bu tiplərdə heç bir elementin proton sayını, yəni sıra nömrəsini bilmədiyimiz üçün məchul bir qiymət, yəni A verək. Birinci başlayaq X-imizdən. X-imizin proton sayını yerinə yazırıq A. İndi Y-ə. X-ə A verdik, Y-lə Z-ə də A-nın üzərindən ölçəcəyik. X-in yanındakı boşlama bilirik ki, ondan bir vahid çoxdur. Əgər X-ə A vermişiksə, deməli bu hissə bir vahid çox olduğu üçün olur A+1. Onun yanındakı xan olacaq. Yəni A+2 bir vahid arta gedir. Yanındakı Y-imizə də düşür A+3. Deməli, Y-imizin sıra nömrəsi A+3 imiş. Amma Z isə aşağıda yerləşir. Y-in tam altında. Eyni dövrdə olan elementlər, yəni ikinci dövr elementləri olan X, Y bir-birindən bir vahid arta gedirdi. Amma fərqli dövrdə olan elementlər, yəni alt üst elementləri bir-birindən 8 vahid çoxdur. Bunu müəyyən etmək üçün istədiyimiz elementdən ölçə bilərik. Məsələn, natrium elementinin sıra nömrəsi 11-dir. Onun altında yerləşən kalium elementinin sıra nömrəsi isə 19-dur. 19 11-dən 8 vahid çoxdur. Buradan da 8 vahid olduğunu görə bilərik. Deməli, Z-imiz Y-imizdən 8 vahid çoxdursa, A+3-ün üstünə 8 gəlsək, eləyər A+11. Deməli, Z-in sıra nömrəsi A+11 oldu. Hər üç elementin sıra nömrəsini tapdıq. İndi artıq protonlarını toplayıb 32-yə bərabər eləyə bilərik. A üstə gəl, A üstə gəl 3, üstə gəl, A üstə gəl 11. Bərabərdir 32. A-ları toplasaq bizə 3A-nı verəcək. 3A üstə gəl, 11 o da 3, 14 bərabərdir 32. 3A bərabərdir 32-dən 14 çıxsaq, 18. A da bərabərdir 18-i 3-ə bölsək 6 verəcək bizə.
Deməli, A-mızı 6 tapdıq. Elə bizdən X-in sıra nömrəsini istəyir. X-in də protonuna A verdiyimiz üçün cavabımız oldu 6. Deməli, doğru cavab B variantı. 10-cu suala baxaq. H2 SO4-də indekslərin cəmini hesablayın. Biz bilirik ki, indeks elementinin sağ ayağında yazılan rəqəmə deyilir. Və həmin indeksləri toplamamızı istəyir sadəcə bizdən. Hidrogen indeksi 2-dir gördüyümüz kimi. Kükürt indeksi yoxsa 1-dir, oksigenin indeksi 4-dür. Toplayanda da bizə verir 7-ni. Doğru cavab C variantı. 11-ci suala nəzər yetirək. 11-ci sualda gördüyümüz kimi bizə aparatın şəkli verilib və diqqətlə baxsaq görək ki, bu distilli aparatının şəklidir. Distilli aparatının içərisində X və Y maddələrini əlavə edib və gördüyümüz kimi Y buxarlanaraq soyuducu borudan keçərək növbəti sınaq şüşəsinə yığılıb. Deyir, X və Y-dən ibarət qarışığın distilli üsulu ilə ayrılması verilib. Hansı ifadələr doğrudur? X və Y homogen qarışıqdır. Əvvəlcə müəyyən edək ki, distillə hansı üsulu idi? Homogen qarışıqların ayrılması üsulu idi. Bəli, doğrudur. Və hansı maddələri bir-birindən ayıra bilərdik? Hər ikisi maye olan maddələri, məsələn, spirt və su qarışığını ayıra bilərik. Deməli, X ilə Y homogendir, bəli, eyni cinslidir. Spirtlə suyu bir-birinə qarışdıranda görmək olmur tərkibini. Birinci fikir doğrudur. 2. X maye, Y bərkdir. Amma biz isə dedik ki, mayələri ayırmaq üçün istifadə olunur. Deməli, yanlışdır. 3-də deyir, Y-in qaynama temperaturu X-dən azdır. Biz də baxırıq. Görürük ki, şəkildə Y daha tez buxarlanıb və növbəti sınaq şüşəsinə toplanıb. Y X-dən daha tez buxarlanıbsa, deməli, Y-in qaynama temperaturu doğrudan da X-dən aşağıdır. Azdır ki, tez qaynayıb. Yəni, 3-cü fikrimiz də doğruymuş. 1-3 doğru cavab B variantı. 12. Hansı maddələrin molekulları arasında hidrogen rabitəsi olur? Hidrogen rabitəsi demişdik ki, hidrogenlə flor, oksigen və azot, elektromənfi 3 elementimiz fon arasında yaranır. Deməli, hidrogenin yanında bu 3 elementi axtarmalıyıq. A variantında artıq birincidə ümumiyyətlə kalium florda hidrogen yoxdur, getdi. B variantında bəli, hidrogen var gördüyümüz kimi və hidrogenin yanında oksigen var. İkinci maddədə də hidrogenin yanında oksigen görürük. Üçüncü maddədə də hidrogenin yanında oksigen görürük. Deməli, B variantı tam doğrudur. C variantında birinci maddədə hidrogenin yanında kalium var, yəni fondan biri yoxdur. Demək C səhvdir. D variantında da eyni şəkildə elə birinci maddədə hidrogen yanında fondan birini görmürük, natrium metalını görürük, səhvdir. Y variantında birincidə gördüyümüz kimi bəli, hidrogenin yanında oksigen var. Amma ikinci maddə C2H2-də hidrogenin yanında bu 3 elementdən heç biri yoxdur. Eyni zamanda üçüncü maddədə də. Deməli, Y də ola bilməz. Cavab B variantı oldu. 13-cü suala baxaq. Bizi reaksiya verir və bu reaksiya başladıqdan sonra 10 saniyə sonra tarazlıq yaranır və amonyakın qatılığı 1 mol bölü litr olur. Reaksiyanın hidrogenə görə orta sürətini hesablayın deyir. Gördüyümüz kimi bizə zamanı, qatılığı verib və bizdən hidrogenə görə sürəti hesablamamızı istəyir. Biz də bilirik ki, sürəti hesablamaq üçün bizə sürətin düsturu lazımdır. Ona görə əvvəlcə verilənləri bizə yazaq. Reaksiya başladıqdan 10 saniyə sonra, saniyə bilir ki, zamandır. Zamanda tau ilə ölçülür. Tau bərabərdir 10 saniyə. Amonyakın qatılığı deyir. Qatılıq bilir ki, C hərfi ilə işarə olunur. C bərabərdir 1 mol bölü litr. Gördüyümüz kimi birinci və ikinci qatılıq yox, sadəcə bir qatılığı bizə verib. Və sürət istəyir. V bərabərdir sual. Bilirik ki, qatılığımızın düsturu V bərabərdir delta C böl tau idi. Yerinə qoyuruq, o da bərabərdir. Delta C'miz 1-dir, zamanımız 10-dur. 1-i 10-a böləndə eləyir 0,1. Bizə verilənlər gördüyümüz kimi amonyakın verilənləri idi. Yəni NH3-ün verilənləri idi. Deməli, bizim tapdığımız sürət də NH3-ün sürətidir. Necə tapmışıq? 0,1. Deməli, biz NH3-ün üzərində 0,1 yazırıq. Altından öz əmsalını, molunu yazırıq ki, hidrogenə görə sürəti müqayisə ilə, yəni tənasübdə tapaq. Hidrogenə görə sürət dediyi üçün hidrogen üzərində x qoyuruq. Altında da öz əmsalını, öz molunu 3 yazırıq və tənasübümüzü quraq. 2x bərabərdir 0,1 vurulsun 3. X bərabərdir 0,1 3-ə vuranda 0,3 eləyir. Onu da 2-yə böləndə bizə 0,15 verir. Deməli, cavab A variantı. 14-cü suala baxaq. Sıra nömrəsi 16 olan element deyir. Bilmirik hansı elementdir. Ona görə x yazaq. Sıra nömrəsinin yerində 16 yazaq. Bizə deyir ki, bu
ionun əmələ gətirdi. Deməli, bu elementin sağ üstündə yükü var imiş, amma neçə olduğunu bilmirik. Elektron formulu 3s2 3p6 ilə bitirsə, ionun yükünü müəyyən edin. 3s2 3p6 ilə bitən elementi tam yazsaq, elektron formulunu 1s2, 2s2, 2p6, 3s2, 3p6 və bütün elektronların üzərini toplasaq bizə 18-i verir. Deməli, x-imizin elektronu 18-dir, sağ tərəfində yazdıq. Və yükü tapmaq üçün də protondan elektronu çıxırıq. Bu da bizə verir -2-ni. Deməli, cavabımız D variantıdır. On beşinci suala baxaq. Bizə gördüyümüz kimi cədvəl verib və cədvəldə x, y elementlərinin qrupunu, dövrünü, neytron sayını verdikdən sonra bizdən onun formulunu, kimyəvi formulunu müəyyən etməyimizi və emerini, nisbi molekul kütləsini tapmağımızı istəyir. Əvvəlcə biz bu elementlərin nəyini tapa bilərik? Neytronunu verib, protonunu qrup və dövrdən tapa bilərik deyə ayrılarını müəyyən edə bilərik. Eyni zamanda formulunu da yazmaq istəyiriksə, mütləq bizə valentlik lazımdır. Gəlin birinci elementimizin formulunu yazaq. Qrupu 1, dövrü 3 olan x elementimizin sonu nə ilə bitər? Yəni, 3-cü dövr 1-ci qrupdursa, deməli, sonu 3s1 ilə bitməlidir. 3-cü dövr 1-ci qrup, gördüyümüz kimi. Bu elementin biz necə tapırdıq valentliyini? Cütləşməmiş elektron sayına baxarıq əlbəttə ki. S elektronu, yəni S orbitalı bir xanadan ibarətdir. İçərisində bir elektron var. Deməli, cütləşməmiş elektron sayı 1-dirsə, valentliyi də 1-dir. Keçirik Y elementimizə. Y-ə baxaq. İkinci dövr 7-ci qrup elementi verib bizə. Deməli, sonu bitməliymiş 2s2, 2p5 ilə. İkinci dövr 7-ci qrup oldu. İndi bunun da valentliyini biz müəyyən edək. 2s2, S1 xanadır. İçərisində 2 elektron yerləşir gördüyümüz kimi. P3 xanadır və 5 elektron var. 1, 2, 3, 4, 5. Neçə tək elektronu var? Yəni neçə cütləşməmişi var? 1 dənə. Deməli, Y-in də valentliyi 1 imiş. Artıq kimyəvi formulunu müəyyən edə bilərik. Son hissəsini saxlayaq. Bizə sıra nömrəsində lazım olacaq. Yazırıq. X, Y. X-in valentliyi 1, Y-in də valentliyi 1. Deməli, heç birinin indeksinə heç nə düşmür. Elə formulumuz olur X, Y. Müəyyən etdik. İndi bizə emerini tapmaq lazımdır. Bunun üçün də bilirik ki, nisbi atom kütləsi ayrıları lazımdır. Başlayaq X elementinin proton sayı. Bilirik ki, sıra nömrəsinin elektron formulu 3s1 ilə bitirsə, bunun əvvəlini yazanda 1s2, 2s2, 2p6 bizə 11 verir. Deməli, X-in sıra nömrəsi 11 imiş. 11. Neytronu da bizə 12 verib, neytron ortada yazılırdı. Ayrını da topladıqda bizə 23 verir. Deməli, X-imizin kütləsi 23-dür. Altında yazaq. Keçək Y-ə. Y-imiz 2s2, 2p5 ilə bitir. Əvvəlini də yazsaq 1s2, hamısını topladıqda bizə verir 9-u. Deməli, Y-imizin sıra nömrəsi 9 imiş. Neytron da bizə 10 verib, topladıqda bizə verir proton-neytron cəmi ayrı, yəni 19-u. Y-imizin də oldu ayrı 19. Nisbi molekul kütləsini tapmaq üçün də bilirik ki, ayrıları toplayırıq. X-dən Y-i topladıqda 23 və 19 bizə verir 42-ni. Deməli, formulumuz oldu XY, emerimiz də oldu 42. Cavab C variantı. On 16-cı suala nəzər yetirək. Bizə 2 qab verib gördüyümüz kimi. Birinci və ikinci qab. Birinci qabda metan, ikinci qabda hidrogen qazını verib. Deyir, qablarda olan hidrogen atomlarının sayı bərabər olarsa, metanın kütləsi hidrogenin kütləsindən neçə dəfə çox olar? Baxaq görək, əvvəlcə qablarımızda hidrogen atomlarının sayı bərabərdirmi? Görürük ki, birinci qabımızda 4 hidrogen var, ikinci qabımızda isə 2 hidrogen atomu var. Amma bizə bərabər olsun deyir, bərabərdir deyir. Hidrogenlərin bərabər olması üçün bilirik ki, əmsal yazmalıyıq, mol yazmalıyıq. Əlbəttə ki, kimə? Az olana. Sol tərəfdə 4 hidrogen var, sağda da 4 olması üçün hidrogenin qarşısına 2 atmalıyıq. Deməli, oldu metan qazımız 1 mol, hidrogen qazımız 2 mol. İndi deyir, metanın kütləsi nə qədər çoxdur? Onda metanın kütləsini hesablayaq. Bizə ayrılarını verib. Karbon 12-dir. Hidrogen 1 dama indeksinə, yəni 4-ə vuranda eləyir 4. 12 o da 4. Bizə verir 16-nı. 1 mol metan qazımız oldu 16 qram. Hidrogenimizi də hesablayaq. 2 mol hidrogen bərabərdir. Hidrogenin ayrı 1-dir. İndeksinə vuranda eləyir 2. Qarşısındakı əmsala da vuranda eləyir 4.
Metan oldu 16, hidrogen oldu 4. 16 4-dən neçə dəfə çoxdur? Bölürük, əlbəttə ki, eləyir 4 dəfə. Doğru cavab C variantıdır. 17-ci sual. Mübadilə reaksiyasını göstərin. Mübadilənin digər adı dəyişmə deməkdir və biz bilirik ki, mübadilə reaksiyası mütləq mürəkkəb maddələr arasında baş verən reaksiyadır. Ona görə bizə girən maddələrin ikisində mürəkkəb olması lazımdır. A variantına baxsaq görərik ki, bir bəsit maddə var, bir mürəkkəb. Bu əvəz etmə reaksiyasıdır. B variantında ikisi də mürəkkəbdir və görürük ki, yerlərini dəyişiblər bir-birləri ilə. Deməli, doğru cavab elə B variantıdır. C variantında bir bəsit, bir mürəkkəbdir, əvəz etmədir. D variantında bir bəsit, bir mürəkkəbdir, əvəz etmədir. E variantında isə sadəcə bir mürəkkəb maddəni parçalayıbsa, deməli bu parçalamadır. Doğru cavab B variantıdır. 18-ci suala baxaq. Deyir, hansı halda 2x + y alınır Z reaksiyasının sürəti 8 dəfə artır. X və Y-in hər ikisi qaz halında olan maddədir. Bu məsələni həll etmək üçün sürət mövzusuna gedirik və sürət mövzusuna gedəndə bizə əgər sürətin artması, azalmasını soruşur və şərtlərdə də baxsaq qatılığı istəyirsə, deməli qatılığı sürətdən asılılıq düsturunu yazmalıyıq. Əvvəlcə reaksiyamızı gəlin yazaq. Olduğu kimi. Qatılığın sürətdən asılılıq düsturu, yəni kinetik tənliyimiz belə idi. V bərabərdir K vurulsun. Qatılığın işarəsi. Birinci maddəmiz X-dir. Əmsalı olduğu üçün qüvvət şəklində üstündə yazırıq. X-in kvadratı vurulsun. İkinci maddəmiz Y-dir və əmsalı yoxdur. Bu oldu bizim kinetik tənliyimiz. İndi yerinə qoyaraq rəqəmləri həll edə bilərik. Birinci şərtdə deyir ki, X-in qatılığını 4 dəfə artırdıqda, sadəcə X-in qatılığını 4 dəfə artır deyirsə, deməli X-in yerinə 4 qoymağımızı istəyir. O zaman yazaq. K vurulsun. X-in yerinə 4 qoysaq, əmsalı da 2 olduğu üçün, yəni üstündə də kvadrat olduğu üçün 4-ün kvadratı eləyir 16K. Deməli, sürət 16 dəfə artır. Amma o bizə dedi ki, sürət 8 dəfə artsın. Deməli, birinci şərtimiz yanlışdır. İkinci şərtə baxaq. Deyir, Y-in qatılığını 4 dəfə artır. Bu dəfə yalnız Y-in yerinə 4 qoymalıyıq. Ancaq Y-ə toxunmamızı istəyir, X-ə deyil. Ona görə K vurulsun. X-in yerinə heç bir şey qoymadan Y-in yerinə sadəcə 4 qoyuruq. Və qüvvəti də olmadığı üçün cavab alınır 4K. Deməli, sürətimiz 4 dəfə artdı. Yenə də yanlış cavabdır. Üçüncü şərti yerinə yetirək. K vurulsun. Deyir, X və Y-in hər ikisinin qatılığını 2 dəfə artır. X-in də Y-in də. Deməli, X-in də yerinə 2 qoymaq lazımdır Y-in də. X-in yerinə 2 qoysaq, eləyər 2-nin kvadratı vurulsun. Y-in yerinə də 2 qoyub həll etsək. 2-nin kvadratı 4, 4-ü də 2-yə vursaq, eləyər 8K. Deməli, sürət 8 dəfə artır. Yalnız 3-cü şərt doğru gəldi. Ona görə doğru cavab yalnız 3, C variantı. On 19-cu suala nəzər yetirək. Şəkilə baxsaq görərək ki, bizə NH3 maddəsini verib, amoniakımızı verib bizə. Deyir, bu mil kürəcək modelinə əsasən hansı ifadələr doğrudur? Mərkəzi atom, yəni əsas element azot atomu sp3 hibrid vəziyyətindədir. Şəkildən də gördüyümüz kimi, həm mil kürəcək modelindən, həm də özümüz bu şəkildə müəyyən etsək, görərik ki, bəli, azot atomu sp3 hibridləşməni əmələ gətirir. Ya da sıra nömrəsini yazaraq da bunu müəyyən edə bilərik ki, sp3 hibridləşmədir. Birinci şərt doğrudur. 2. Mərkəzi atom sp2. Əlbəttə ki, artıq bu yanlış fikirdir. 3-də yazıb ki, mərkəzi atomun istifadə olunmamış elektron cütü var. Bunun üçün mütləq elementin sıra nömrəsini paylamalıyıq. Yəni elektron formulunu yazmalıyıq. Azot 7 bərabərdir. 1s2, 2s2, 2p3 ilə bitir. Sonuncu dövrümüzü dairəyə alsaq 2s2, 2p3-ü və xanaların içərisində çəksək, s1 xana içərisində 2 elektron, p3 xanadır, içərisində 3 elektron. 3 elektronun üçündən də hidrogen arasında istifadə edib azotumuz. Baxaq, istifadə olunmamış elektron cütü, bəli. Gördüyümüz kimi bu dairəyə aldığım S-də 2 elektron var və cütdülər. Tək deyil yəni. Deməli, bu cüt elektron var və onu istifadə etməyib. Çünki azotumuzun bu tək 3 dənə elektronu, biri gördüyümüz kimi bu hidrogendən birləşib. Biri ikinci hidrogendən birləşib, biri də üçüncü. Üçündən istifadə edib, lakin bu S-dəki elektronlarından, cüt elektronlarından istifadə etməyib. Deməli, doğru fikirdir. 3-ü də seçirik. 4-də yazıb rabitə bucağı 109 dərəcədir. Bəli, sp3 hibrid orbitalının valent bucağı 109 dərəcə idi. Lakin demişdik ki, amoniakda, yəni azot elementində bu valent bucağı sıxıldığı üçün dərəcə kiçilir. 109 deyil, 107 olur. Ona görə 4-cü fikir yanlışdır. 5-də yazıb ki, xətti quruluşlu maddədir. Gördüyümüz kimi sp3 hibridləşməyə baxsaq da müəyyən edə bilərik ki, bucaqdır.
mil kürəcik modelinə baxsaq da görəcəyik ki, bucaqdır. Eyni zamanda aşağıda çəkdiyimiz bu formulada baxsaq görəcəyik ki, xətti deyil. Yəni bir düz xəttin üzərində elementlərimiz yerləşmir. Bucaq əmələ gətiribsə, deməli bucaq quruluşludur. 5 də yanlış fikir imiş. 1, 3 doğru cavab B variantıdır. 20-ci sualımıza nəzər yetirək. İki reaksiya bizə verib etanın parçalanması və asetlenin hidrogenləşməsi. Deyir, hansı halda hər iki reaksiyanın tarazlığı sağ tərəfə yönəlir? Baxaq bu reaksiyalarımıza. Bizə sağa yönəlməsini istəyir bizdən. Hidrogenin qatılığını artırdıqda əvvəlcə sağa doğru bir ox qoyaq ki, sağ tərəfə baxmalıyıq biz. Hidrogenin qatılığını artırmaq deyir bizə. Qatılığı artırmaq dedikdə həmin maddəni əlavə etmək nəzərdə tutur. Baxaq birinci reaksiyamıza, etanın parçalanması reaksiyasına əvvəlcə. Bu reaksiyayı nəzər yetirsək görək ki, hidrogen sağ tərəfdədir və hidrogenin qatılığını artır deyir. Yəni yenə hidrogen əlavə et deyir buraya. Əgər biz hidrogeni sağ tərəfə biraz da əlavə etsək, o zaman tarazlıq sola doğru yönələr. Amma bizdən sağa getməsini istəyir və hər iki reaksiyada bunun baş verməsini istəyir. Amma birinci reaksiya artıq şərti pozduğu üçün birinci fikir yanlışdır. 2-də yazıb temperaturu azaltdıqda. Temperatur dedikdə isə biz istilik effektinə, küylərimizə baxırdıq. Və sağ tərəfə getməyini istədiyi üçün bizdən reaksiyamızın küylərə diqqət edirək. Birinci reaksiyada görürük ki, sağ tərəfdə mənfi küy yazılıb. Mənfi küy o deməkdir ki, burada istilik yoxdur. Deməli, burada temperaturu artırmaq lazımdır. Amma o bizdən azaldanda sağ tərəfə, yəni sağ tərəfə gedəndə temperaturu azaltmağımızı istəyir. Yəni hər ikisinin müsbət küy olmasını istəyir. Amma doğru deyil. Deməli, 2-də yanlışdır. 3-də deyir, C2H4-ün qatılığını azaltdıqda. Yenə də birinci reaksiyaya baxaq. Görürük ki, C2H4 sağ tərəfdədir. Azaltmaq dedikdə C2H4-ü çıxarmaq deməkdir. Çıxardanda avtomatik sağ tərəf aşağı düşür. Belə düşünək, bu qol aşağı düşür. Və bizim sağ tərəfə doğru getməyimiz üçün düşəni qaldırmağımız lazımdır. Yəni sağa doğru qaçmağımız lazımdır. Deməli, bəli, C2H4-ün qatılığını azaltsaq, yəni C2H4-ü çıxarsaq, tarazlıq sağa gedər. Birinci reaksiyada ödədir. İkinci reaksiyaya diqqət etirsək, görərək yenə C2H4-ümüz sağdadır. Və çıxarsaq yenə sağ tərəf düşür. O zaman qaldırmaq lazımdır. Yəni sağa doğru getmək lazımdır ki, C2H4-ümüzü yenidən bərpa edək ki, tarazlığımız da bir-birinə bərabərləşmiş olsun. Yəni reaksiyamız tarazlaşmış olsun. Deməli, birinci reaksiyada da, ikinci reaksiyada da bu şərtimiz ödəndi. Ona görə üçüncü şərtimiz doğrudur. Yalnız 3. Doğru cavab C variantıdır. Birinci reaksiyaya diqqət yetirək. Deyir ki, bizə hansı reaksiya öz-özünə oksidləşmə reduksiya reaksiyası deyil. Öz-özünə oksidləşmə reduksiya reaksiyasını yadımıza salsaq, orada bizə deyilmişdi ki, öz-özünə oksidləşmə reduksiya reaksiyasında mütləq bir element dərəcəsini dəyişməlidir. Eyni element dərəcəsini dəyişməlidir. Və sol tərəfdə eyni bir dərəcədən sağ tərəfdə iki fərqli dərəcəyə keçməlidir. Oksidləşmə dərəcəsi. Solda eyni bir dərəcədən sağda iki fərqli dərəcəyə. Yəni bir yerdən iki fərqli yerə getməliyik. Bunun üçün oksidləşmə dərəcələrinə baxmaq bizim üçün şərtdir və bizdən doğru olmayanı istəyir. Baxaq görək. A variantında oksidləşmə dərəcələrinə diqqət yetirsək, kalsiumlar müsbət 2-dir, hər zaman hidrogen müsbət 1-dir, oksigenlər mənfi 2-dir, xlorlar dəyişib əlbəttə ki. Sol tərəfdə xlor təkdir, deməli dərəcəsi 0-dır. Sağ tərəfdə kalsiuma müsbət 2 qoysaq, xlorumuz olur mənfi 1. Kalsium xlor O2-də isə, kalsiumun üzərinə müsbət 2, xlorun üzərinə isə mənfi 1 qoysaq, o zaman xlorumuzun oksidləşmə dərəcəsi bizə verər müsbət 1-i. Deməli, xlorumuz sol tərəfdə 0-dan bir dəfə getdi mənfi 1-ə, bir dəfə də 0-dan getdi müsbət 1-ə. Eyni bir dərəcədən iki fərqli dərəcəyə keçmiş oldu. Deməli, öz-özünə oksidləşmə reaksiyaymış və eyni zamanda bir element dəyişmiş oldu. A variantı doğrudur. Digər variantlara baxaq. B variantı. Yenə də xlor. Hidrogen müsbət 1-dir, oksigen mənfi 2-dir. Xlora baxırıq. Sol tərəfdə xlor təkdir, yəni bəsit maddədir, dərəcəsi 0-dır. Sağ tərəfdə H xlor, hidrogen müsbət 1-dir, xlora düşür mənfi 1. H xlor orada yenə də hidrogenə müsbət 1, oksigenə mənfi 2 qoysaq, xlorumuza düşür müsbət 1. Yenə xlor gördüyümüz kimi 0-dan mənfi 1-ə, 0-dan müsbət 1-ə. Eyni dərəcədən iki fərqli dərəcəyə keçir. Deməli, öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. C variantımıza nəzər yetirək. Natrium müsbət 1-dir, oksigen mənfi 2-dir, hidrogen müsbət 1-dirsə, deməli kükürt elementi dəyişib. Sol tərəfdə yenə bəsit maddədir, 0-dır. Sağ tərəfdə natriuma müsbət 1, oksigenə mənfi 2 qoysaq, kükürdə müsbət 4 düşür.
Natrium 2 isə də baxaq. Natriuma müsbət 1 qoysaq, kükürdə mənfi 2 düşər. Yenə gördüyünüz kimi kükür bir dəfə 0-dan gedib 4-ə, bir dəfə də 0-dan gedib mənfi 2-yə. Yenə eyni dərəcədən 2 fərqli dərəcəyə keçibsə, deməli öz-özünə oksidaşma reduksiyadır. D bəndindəyik artıq. Yenə natrium müsbət 1, oksigen mənfi 2, hidrogen müsbət 1-dirsə, deməli azot dəyişib sadəcə. Baxaq, NO2-də oksigenə mənfi 2 qoysaq, azotumuz olur müsbət 4. Sağ tərəfdə natrium NO3-də natrium birinci qrup olduğu üçün oksidaşma dərəcəsi müsbət 1 qoysaq, oksigenə də mənfi 2 qoysaq, azota düşür müsbət 5. Natrium NO2-də natriuma müsbət 1, oksigenə mənfi 2 qoysaq, azota düşür müsbət 3. Deməli, gördüyünüz kimi yenə azot solda 4-dən gedir bir dəfə 5-ə, bir də 4-dən gedir 3-ə. Yenə də öz-özünə oksidləşmə reduksiya reaksiyası imiş. Y variantına baxırıq. Kalium xloroiddə kalium birinci qrupdur. Dərəcəsi müsbət 1-dir. Yazaq müsbət 1. Oksigen mənfi 2 qoyanda xlorumuz olur müsbət 5. Kalium xlorda kalium müsbət 1-dirsə, xlora düşür mənfi 1. Oksigen isə bəsit maddə olduğu üçün oksidləşmə dərəcəsi 0-dır. Baxsaq görərik ki, kalium dəyişməyib. Xlor bir dəfə müsbət 5-dən mənfi 1-ə gedib, xlor dəyişib. Bir də oksigen dəyişib, mənfi 2-dən 0-a. Bu dəfə artıq eyni bir element dəyişmədi. 2 fərqli element dəyişdi. Deməli, bu öz-özünə oksidləşmə deyil. 2 fərqli element dəyişdi. Ya molekul arası, ya da molekul daxili. Oksidləşdirici ilə reduks edici bir maddənin içindədirsə, deməli, molekul daxilidir. Ona görə doğru cavabımız Y variantıdır. NH4 xlor molekulunun əmələ gəlməsində hansı rabitələr iştirak etmir deyir. NH4 xlor molekulumuzu yazaq. Baxaq. Mübadilə mexanizmi ilə əmələ gələn kovalent rabitə. Ümumiyyətlə NH4 xlor maddəsində N-lə H-ın arasına əvvəlcə diqqət etsək, görərik ki, ikisi də qeyri-metaldır. Qeyri-metalsı deməli, bəli, burada kovalent rabitə mövcuddur. Və bu kovalent rabitə 2 yaranma yolu var idi. Mübadilə mexanizmi, bir də donor-akseptor mexanizmi. Demişdik ki, donor-akseptor mexanizmi əsasən 3 maddədə özünü göstərir. Yerdə qalan bütün maddələr mübadilə mexanizmi ilə əmələ gəlir. Mübadilə mexanizmində hər iki element tək elektronunu ortaya qoyub, ortaq istifadə edərək rabitə yaradırdı. Əlbəttə ki, N-lə H da bunu əmələ gətirir. Deməli, bir iştirak edir. 2-də yazıb donor-akseptor. Donor-akseptor mexanizmi ilə əmələ gələn rabitə 3 maddədə özünü göstərirdi. Dəm qazında, ammonium ionunda, bir də hidroksonium ionunda. Bizim maddəmizin içində də gördüyümüz kimi ammonium ionu varsa, deməli, donor-akseptor mexanizmi də var. 3-də yazıb ion rabitəsi. NH4 müsbət ionu dediyimiz üçün NH4-ün üzərində müsbət qoysaq və bunları bir-birindən aralasaq, NH4 müsbət yüklü maddə ilə, yəni ion ilə xlor mənfi ion arasında bilirik ki, yüksək cazibə var və buna görə də ion rabitəsi əmələ gətirir. Bu da doğrudur. 4-də yazıb qeyri-polyar kovalent rabitə. Biz də bilirik ki, qeyri-polyar kovalent rabitə eyni qeyri-metallar arasında olmalıydı. Amma burada N-lə H fərqli qeyri-metallardır. Burada polyar kovalent rabitə var. NH4-lə xlor arasında isə ümumiyyətlə ion rabitəsi mövcuddur. Deməli, 4 heç birində yoxdur. Ona görə yalnız 4. Doğru cavab Y variantıdır. Artıq açıq tipli test tapşırıqlarımıza gəldik. Gördüyümüz kimi 23-cü məsələmiz istilik effekti ilə əlaqədar bir məsələdir. Bizə maddələrimizin əmələ gəlmə istiliklərini verib və məsələni həll etməyimizi istəyir. Əvvəlcə biz reaksiyamızı olduğu kimi yazaq. Reaksiyamızı yazdıq. İstilik effektinə plus Q yazaq. Bilmirik. Bizə verilən bütün maddələrimizin əmələ gəlmə istiliklərini qeyd edək. C2H2, yəni asitlinin əmələ gəlmə istiliyini bizə mənfi 226 verib. Amma biz bildiyimiz kimi C2H2-nin əmsalı da var, reaksiyada görürük. Deməli, əmələ gəlmə istiliyini qoymazdan öncə əmsalını vurub qoymaq lazımdır. Yəni, mənfi 226 vur 2 yazırıq. Karbon qazına baxaq. Müsbət 396 verib. 394 verib istilik. Əmələ gəlmə istiliyini bizə. Deməli, CO2-mizi yazaq. Müsbət 394. Amma bilirik ki, artıq əmsalına vurub yazacağıq. 4 vurulsun. Müsbət 394. Suda isə müsbət 286 verib. Suyun da əmsalı 2 olduğuna görə yazırıq. 2 vurulsun. Müsbət 286. Bunu da qeyd etdik.
Oksigeni verməyib, çünki bəsit maddədir. Bəsit maddənin əmələ gəlmə istiliyi də elə 0 olur. Bunu da qeyd edirik. Artıq istilik effektimizi müəyyən edib, sonra isə məsələnin digər şərtini rahatlıqla yerinə yetirə bilərik. Və bilirik ki, bütün maddələrin əmələ gəlmə istilikləri bizə veriləndə istilik effektimizi, yəni Q-nü tapmaq üçün alınan maddələrin əmələ gəlmə istilikləri cəmindən reaksiya daxil olan maddələrin əmələ gəlmə istilikləri cəmini çıxmaq lazımdır. Yəni Q bərabərdir. Alınan maddələri yazırıq. 4 vurulsun 394 üstəyə gəl 2 vurulsun 286 çıxırıq. Mənfi 226 vurulsun 2-ni bərabərdir. Buradan da Q-müzü hesablayaq. Bərabərdir. 4-ü 394-ə vursaq bizə verər 1576 üstəyə gəl 286 vur 2 572 çıx. Mənfi 226-nı da 2-yə vursaq 452 eləyər. Amma mənfini bilir ki, müsbət eləyir. Müsbət 452 yazırıq. O da bərabərdir. Üçünü də toplasaq bizə verir 2600. Deməli, bizim reaksiyamızın istilik effekti 2600 kilojouluymuş. Qeyd eləyək reaksiyamız üçün. C2H2 üstəyə gəl 5O2 alınır 4CO2 üstəyə gəl 2 mol su. İstilik effektimizi də yazırıq artıq müsbət 2600 kilojoule. Verilənlərimizi qeyd edək. Deyir 5,2 qram asetilen, yəni C2H2 tam yandıqda 5,2 qram məsələdə verilən kütlədir. Deməli, asetilenin üzərində qoyuruq 5,2 qram. Altından bilirik ki, öz emirini hesablayıb yazmalıyıq. Asetileni 26 verib bizə, amma əmsalı 2 olduğu üçün 26-nı 2-yə vuranda da bizə verir 52 qramı. Deyir, tam yandıqda ayrılan istiliyi müəyyən bilmirik. O zaman üzərinə X qoyuruq. Altına isə öz istilik effektimizi, yəni Q-müzü qoyuruq. Bunlar arasında tənasübümüzü quraq. 52 vurulsun X bərabərdir 5,2 vurulsun 2600. 52 ilə 5,2-ni hər ikisini ixtisar aparsaq 5,2 10 qalar. 10x bərabərdir 2600, x də bərabərdir 260. Deməli, ayrılan istiliyimiz oldu 260. Yəni, doğru cavab 260-dır. %24-cü suala nəzər yetirək. İstiliyin ayrılması ilə gedən prosesləri müəyyən edin. Yəni, eksotermik prosesləri müəyyən edin. 1. Kalsium karbonatının parçalanması. Bilirik ki, NO-dan başqa bütün parçalanma reaksiyaları endotermikdir. Yəni, istiliyin udulması ilə gəlir. Deməli, 1 yanlışdır. 2. Hidrogen və xlorun birləşməsi. Bəli, N2 ilə O2-dən başqa bütün birləşmə reaksiyaları eksotermikdir. Yəni, istiliyin ayrılması ilə gedir. 2. 3-də deyir suyun donması. Bilirik ki, su nə zaman donur? İçərisindəki istilik ətrafa yayılanda, yəni ayrılanda. Deməli, 3-də doğrudur. 4-də yazıb metanın yanması. Bəli, bütün yanma reaksiyaları istiliyin ayrılması ilə gedir. 5-də deyir N2 və O2-nin birləşməsi. Bu istisna reaksiyamız idi. Endotermik idi, istilik udulurdu. 5 yanlışdır. Doğru cavab 2, 3, 4. %25-ci suala baxaq. Bizə bir reaksiya verib və bu reaksiya üçün hansı ifadələr doğrudur deyir. Bu ifadələrin gördüyümüz kimi reduksiyacı oksidləşdirici olduğunu soruşduğu üçün biz mütləq reaksiyamızdakı hər bir elementin oksidləşmə dərəcəsini yazmalıyıq ki, kimin dəyişib dəyişmədiyini görə bilək. Əvvəlcə baxırıq, birinci maddəmiz ferrum SO4-dür və bilirik ki, SO4 2 valentli olduğu üçün dəmirin valentliyi, yəni avtomatik olaraq oksitləşmə dərəcəsi də müsbət 2-dir. Oksigen mənfi 2 olduğu üçün kükürdə də müsbət 6 düşür. Kalium manqan O4-ə gəlsək, kaliumumuz müsbət 1-dir. Oksigenimiz mənfi 2-dir. Avtomatik manqana da düşür. Müsbət 7. H2SO4-də hidrogen müsbət 1, oksigen mənfi 2-dirsə, kükürdümüzə müsbət 6 düşür. Sağ tərəfdə artıq dəmir 3 sulfata baxırıq. Dəmir 3 sulfat dediyimiz üçün dəmirin dərəcəsi müsbət 3-dür. Oksigen mənfi 2-dir. Kükürdümüz yenə müsbət 6 düşür bu hesabdan. Kalium 2SO4-də kalium yenə də müsbət 1, oksigen mənfi 2, kükürdə müsbət 6 düşür. Manqan SO4-də, yenə də manqan sulfatda.
sulfat 2 valentli olduğu üçün manqan 2 valentlidir. Avtomatik oksidləşmə dərəcəsi müsbət 2-dir. Oksigen -2, kükürdə müsbət 6 düşür. Suda da hidrogen müsbət 1, oksigen -2-dir. Bizə yalnız dəyişənlər lazım olduğu üçün dəmirimiz gördük ki, dəyişib. Müsbət 2, sağ tərəfdə isə müsbət 3 idi. Bir də manqan elementimiz dəyişib. Müsbət 7 idi sol tərəfdə, sağda isə müsbət 2 idi. Dəyişənlərimizi yazaq baxaq. Dəmir müsbət 2-dən müsbət 3-ə keçmişdi. 2-dən 3-ə çıxanda -1 eləyir. Gördüyümüz kimi elektron verib. Yəni dəmirimiz bizim reduksiya edicidir. Digər dəyişən elementimiz manqan idi. Manqan müsbət 7-dən sol tərəfdə, sağda müsbət 2-yə gedib. 7-dən 2 çıxanda eləyir müsbət 5 elektron. Alıb gördüyümüz kimi, yəni manqanımız isə oksidləşdiricidir. İndi artıq doğru fikirləri müəyyən edə bilərik. Dəmir 2 sulfat reduksiya edicidir. Baxırıq, bəli, dəmirimiz reduksiya edici idisə, deməli, dəmir sulfatımız da avtomatik reduksiya edicidir. 1. 2-də yazıb kalium manqanat. Permanqanat. Oksidləşdiricidir. Baxıq, bəli, manqanımız oksidləşdirici isə, deməli, ikinci fikirdə doğrudur. 3-ü yazıb sulfat oksidləşdiricidir. Xeyr, sulfatdakı kükürt deyil. Kükürt dəyişməmişdir. Ümumiyyətlə, hətta kükürt bütün sulfatlarda müsbət 6 olduğu üçün heç birində dəyişməyib. Deməli, yanlış fikirdir. 4-də yazıb dəmir 3 sulfat oksidləşmə məhsuludur. Məhsul deyirsə, deməli, sağ tərəfə baxmalıyıq. Məhsullarımız alınanlardır, sağdakı maddələrdir. Və oksidləşmə olduğunu müəyyən etməyimiz üçünsə, baxaq görək dəmir nə idi? Dəmir əgər reduksiya edici idisə, yəni elektron vermişdisə, elektronun vermək prosesinə oksidləşmə dediyi üçün dəmirimizin sağ tərəfdə hansı dərəcəyə keçibsə, keçdiyi o maddəmiz oksidləşmə məhsulu sayılır. Deməli, 4-cü fikir doğrudur. 5-də yazıb manqan sulfat oksidləşmə məhsuludur. Axı, manqanımız bizim reduksiya edici deyildi ki, onun məhsulu oksidləşmə məhsulu olsun. Yanlışdır. 6-da kalium sulfat reduksiya məhsulu yazıb. Kalium sulfat ümumiyyətlə, kalium sulfatda heç kəs dərəcəsini, oksidləşmə dərəcəsini dəyişməmişdir. Necə ola bilər? Yanlış fikirdir. Oldu 1, 2, 4. %26-cı suala baxaq. Qrafikə əsasən X3 N2 birləşməsində X-in nisbi atom kütləsini müəyyən edin deyir. Və qrafikə diqqət yetirsəz, görərsiniz ki, bizə X-imizin, X3 N2-nin içərisindəki X-imizin məsələdəki kütləsini verib və azotumuzun məsələdəki kütləsini verib. Deməli, yəni də tənasüblə bu məsələmizi həll edə bilərik. Əvvəlcə yazaq maddəmizi X3 N2 bizə vermişdi. Məsələdəki kütlələrdən başlayaq. Deyir ki, əgər 30 qram X olarsa, yazaq 30 qrama, gördüyümüz kimi azotu kütləsini 7 qram verib, 7 qram N yazırıq, azot. İndi öz kütləmizə baxırıq. Görürük ki, X-imizin kütləsini verməyib bizə, yəni bilmirik. O zaman MR-ni toplayanda MR-dən əlavə bizə X istəyir. O zaman X-imizi yazanda bilmədiyimiz üçün sadəcə indeksinə vuracaq. Olacaq 3X. Azotumuzun kütləsinə baxaq. X3N2 maddəsində 2 dənə azotdur. Azotun da ayırını bizə 14 verib. 2 olduğu üçün 14-ü 2-yə vuracaq. Eləyəcək 28 qram azot. X ilə azot arasında gördüyümüz bu tənasübdən rahatlıqla X-imizin ayırını müəyyən edə bilərik. Çarpaz vuraq, yəni tənasübümüzü quraq. 3x vur 7 bərabərdir. 30 vur 28. 28 ilə 7-ni hər ikisini 7-yə bölsək 1 və 4 qalar. 30 ilə də 3-ü ixtisar aparsaq hər ikisini 3-ə bölsək 1 və 10 qalar. X-imiz də eləyər 4 vur 10, yəni 40. Deməli, X-imizin ayrı 40 imiş. Cavab 40. %27-ci suala baxaq. Uyğunluğu müəyyən edin deyir. Gördüyümüz kimi bizə 3 dənə maddə verib və bu maddədə sadəcə karbonlarımızın hibridləşmə tipini müəyyən etməyimizi istəyir. Birinci karbona diqqət yetirsək, görərək ki, sağından da bir xət, solundan da bir qat, bir rabitə çıxıb. Tək qatdır. Deməli, bu SP3 hibridləşməni əmələ gətirib. İkinci karbonumuza baxaq. İkinci karbonumuz gördüyümüz kimi sadəcə 2 qat çıxıbsa, deməli, SP2 hibridləşməni əmələ gətirib. Üçüncü karbonumuzun sağından da 2 qat, solundan da. Yəni, heç kəs bir-birindən böyük deyil. Bərabərdilər. Yəni, 2 dənə pi rabitəsi var. 2 pi rabitəsi varsa, deməli, üçüncü karbonumuz SP hibridləşməni əmələ gətirir. Dördüncü karbonumuzun da sadəcə sol tərəfindən 2 qat çıxıb, yəni 1 pi rabitəsi var. Deməli, SP2
2 hibridləşməni əmələ gətirib. 5-ci karbonumuzun da sağ tərəfindən 3 qat çıxdığı üçün, yəni 2 pi olduğu üçün, deməli, sp hibridləşməni əmələ gətirib. Artıq variantlarımızı qeyd edə bilərik. sp hibridləşməmizi əmələ gətirən gördüyümüz kimi 3-cü, bir də 5-ci karbon oldu. 3, 5. Deməli, bir aid oldu C, Y. sp2-ni əmələ gətirən oldu 2-ci karbonumuz, bir də 4-cü karbonumuz. 2, 4, B-də və D-də. 2 aid oldu B və D. sp3-ü əmələ gətirən sadəcə 1-ci karbon olduğu üçün 3-ə aiddir A. 1CY, 2BD, 3A. Artıq situasiya məsələlərimizə baxa bilərik. Deyir, müəllim tərkibində karbon və hidrogendən ibarət olan qaz salonunda maddəni yandırıb. Karbon və hidrogenden ibarət olduğunu bilirik. Amma hansı üzvü maddə olduğunu bilmirik. Yəni indekslərini bilmirik. Ona görə birinə X, birinə Y verə bilərik. CX, HY. Yanma deyirsə, üzərinə bilirik ki, yanma oksigen qazının iştirakı ilə gedir. Oksigen gəlirik. Alınanlar da bizə qeyd edib, CO2 və su yazıb. Deməli, karbon qazı və su alınıb. Əmsallaşdıra bilmirik reaksiyamızı, çünki dediyimiz kimi karbon və hidrogenin indeksini bilmirik. Verilənləri qoyaq üzərində. Deyir ki, 0,5 mol qaz salonunda maddə. Deməli, məsələdəki mol 0,5-dirsə, bu qazımızın üzərində qoyuruq 0,5 mol. Yanandan sonra 33,6 litr karbon qazı əmələ gəlibsə, karbon qazının üzərində 33,6 litr qoyuruq. Suyumuzu 18 qram veribsə, suyun üzərində 18 qram qoyuruq. Üzərindəkiləri qeyd etdikdən sonra indi isə aşağısında görürük ki, CXHY maddəmiz, yəni qazımız 1 moldur. Öz əmsalını yazaq. Və bu 1 mol əsasən digər maddələrimizin litrini və qramını müəyyən edə bilərik. Karbon qazına X versək və bunların arasında tənasüb qursaq, X-imiz olacaq 33,6-nı 0,5-ə bölsək, bu da bizə verər 67,2 litri. Deməli, karbon qazımızın altında yazırıq 67,2 litr. Suyun da altında Y yazsaq və su ilə qazımız arasında tənasüb qursaq və ya karbon qazı arasında tənasüb qursaq, yenə də 2 dəfə çox, yəni Y-imiz 36 qram alınır. Yazaq Y-in yerində də 36 qram. Artıq üzərində olan miqdarları silə bilərək, əmsallaşdırmamızı yerinə yetirmək üçün. Deməli, 67,2 litr karbon qazı aldıq. 67,2 litr karbon qazını əgər biz mola çevirmək istəyiriksə, bilirik ki, sadəcə 1 molla ifadə etməliyik, yəni 22,4-ə bölməliyik. 67,2 litri də 67,2 litr olan karbon qazımızı mola çevirmək üçün bilirik ki, 22,4-lə ifadə etməliyik. Yəni 62,4-ü 22,4-ə bölsək bizə 3 mol verər. Deməli, karbon qazımızın əmsalı 3 imiş. Su isə 36 qram tapmışıq. 36 qram su isə eləyir öz qramına, yəni öz kütləsinə, mR-nə bölsək, 18-ə bölsək, eləyir 2 mol. Deməli, karbon qazı suyun molunu müəyyən etmişiksə, artıq reaksiyaya girən qazımızın indekslərini də tapa bilərik. Karbon 3-dürsə, deməli, sol tərəfdə C-nin indeksi 3 imiş. Hidrogenin suya 2 atdığımız üçün hidrogen 4-dürsə, deməli, hidrogenimizin indeksi 4 imiş. Yəni, qısacası bizim maddəmizin formulu C3H4 imiş. 28-də artıq birinci sualda bizə deyirdi ki, yanan maddənin formulunu müəyyən edin. Müəyyən etdik ki, yanan maddəmiz C3H4-dür. Bir qoyaq, yazaq C3H4. 2. 2-də deyir ki, bu molekulda atomların ümumi sayını yazın, yəni atomları toplayaq. 3 üstəyə gəldi. 4, bu da bizə verir 7-ni. Cavab 7. Sualda bizə deyir ki, bu yanma reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Biz artıq maddəmizi müəyyən etdiyimiz üçün tənliyimizi də yazıb əmsallaşdıra bilərik. C3H4 üstəgəl O2 alınır. CO2 və su. Karbon sol tərəfdə 3 dənədirsə, karbon qazının qarşısına 3 atırıq. Hidrogen 4 dənədirsə, suya 4 olması üçün 2 atırıq. Oksigenləri sağda toplasaq, 3 vur 2. Karbon qazında 6 oksigen eləyir, suda da 2, 8 oksigen. 8 olması üçün oksigenin də qarşısına 4 mol atırıq. Bu da oldu bizim reaksiyamızın tənliyi və əmsallaşmamız. Sonuncu sualımızdayıq artıq. Deyir, yanmaya sərf olunan oksigenin kütləsini zamanın asılıq qrafikinə əsasən həmin oksigenin həcmini və A-nı müəyyən edin.
Bunu yaza bilməyimiz üçün bayaq yazdığımız yanma reaksiyasını bir daha vurğulayaq. C3H4 üstəgəl 4O2 3CO2 üstəgəl 2 mol su yazmışdıq. İndi baxaq. Bizə deyir ki, yamaya sərf olunan oksigenin həcmini litrlə müəyyən edin. Əlbəttə ki, məsələdə bizə verilən miqdarlardan istifadə edərək rahatlıqla müəyyən edə bilərik. Bizə də qazımızın molunu vermişdi. 0,5 mol üzərinə qoymuşduq. Altından özü molunu 1 mol yazmışdıq. Bununla oksigenimizin həcmini müəyyən edə bilərik. Oksigenin üzərinə x qoyuruq bilmədiyimiz üçün. Altından öz həcmini yazırıq. Bilirik ki, qazlarımızın 1 molu 22,4 litrdir. Amma oksigenin əmsalı olduğu üçün 22,4-ü 4-ə vuranda eləyəcək 89,6 litr. Tənasübümüzü buradan qursaq, x bərabərdir 0,5 vur 89,6. Bu da bizə verir 44,8 litri. Birincinin cavabını 44,8 litr müəyyən etdik. İkinci hesablamamızda isə bizdən A-nı hesablamamızı istəyir. Və qrafikə diqqət yetirsək, görərik ki, oksigen qazını verib. Və oksigen qazının A-dan başlayıb 32-də dayandığını görürük. Deməli, 32 qram oksigen qazı artıq qalıb. Bunun isə litrini müəyyən etməyimizi istəyir bizdən. Litrini müəyyən etdikdən sonra A-nı tapmağımızı istəyir bizdən. Yəni, ümumi kütləsini müəyyən etməyimizi istəyir bizdən. Deməli, hesablamamızı silək. Qazımızın üzərində 0,5 mol, altında 1 mol yazmışdıq. Oksigenimizin kütləsini istədiyi üçün bizdən üzərinə x qoyuruq, altına da öz kütləsini yazırıq. Oksigen 16 qramdır bilirik, öz ayrı. İndeksindəki 2-yə vursaq 32 eləyər. 32-nin də qarşısındakı əmsala 4-ə vursaq 128 qram bizə verər. Yazdıq. Buradan da tənasübümüzü yenə də qursaq, x bərabərdir 128 vurulsun 0,5, bu da yarısı isə eləyəcək 64 qram. X bərabərdir 64-ü müəyyən etdik. Deməli, biz 0,5 mola görə 64 tapdıq. Yəni, reaksiyada sərf olunan oksigeni müəyyən etdik 64. 64 qram girən oksigendir. Oksigenin kütləsi girən kütləsidir. Və 32 qramı da artıq qalıb. Amma bizdən ümumi kütləsini istəyir. 64 qram reaksiyaya girdi. 32 qramı da qabda artıq qalıbsa, deməli, ən başda oksigenimizin kütləsi toplasaq 96 qram imiş. 96 qram imiş ki, 64 reaksiyaya girib, 32-si də artıq qalıb. Deməli, birinci şərtimizin, yəni birinci litrimizin cavabı oldu. Bir daha qeyd edək. 44,8 litr. İkinci şərtimizin cavabı oldu 96 qram. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.